Dövlət İmtahan Mərkəzinin iyulun 5-də keçirdiyi ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanında ikinci ixtisas qrupu üzrə ən yüksək nəticəni Laçın rayon Oğuz Tam Orta Məktəbinin məzunu Paşa İspəndiyarlı göstərib. O, ikinci mərhələdə 400, birinci mərhələdə isə 277,3 bal toplayıb. Az.edu.azla təəssüratlarını bölüşən Paşa bildirib ki, hər iki qəbul imtahanının çətinlik səviyyəsi demək olar ki, eyni olub. Suallar arasında ciddi fərq olduğunu deməzdim. Birinci imtahanda diqqətsizlikdən sürüşdürmə səhv etmişdim və bu balıma təsir göstərdi. Məhz buna görə ikinci cəhddə iştirak etdim. Məncə, yüksək bal toplamağın sirri sistemli çalışmaq, dərslərə diqqətlə qulaq asmaq və testləri müntəzəm işləməkdir. Açığı, həddindən çox dərs oxumurdum, amma planlı şəkildə hazırlaşdığım üçün yüksək nəticə əldə etdim, abituriyent qeyd edib. O bildirib ki, ikinci cəhdə gedərkən maksimum nəticə göstərə biləcəyinə inanıb. Tam əmin olmasam da bu nəticəni gözləyirdim. Təhsilimi ADA Universitetində və ya Bakı Ali Neft Məktəbində maliyyə ixtisası üzrə davam etdirmək istəyirəm. Bu sahəni həm perspektivli, həm də prestijli hesab etdiyim üçün seçmişəm. Hazırlıq dövründə sosial şəbəkələrdən istifadə edirdim. Elə günlər olurdu ki, daha çox vaxt ayırırdım. Elə günlərdə olurdu ki, az istifadə edirdim. Amma çalışırdım ki, bu dərslərimə mane olmasın. İmtahandan qorxmağa ehtiyac yoxdur. İnsan sistemli şəkildə hazırlaşsa, hər şeyin öhdəsindən gələ bilər. 400 bal toplamaq mümkündür. Bunun üçün testləri müntəzəm işləmək və vaxtı düzgün bölüşdürmək lazımdır. İkinci ixtisas qrupu üzrə ən yüksək nəticəni Sumqayıt şəhər 35 nömrəli Tam Orta Məktəbin məzunu Zamin Kərimov göstərib. O, qəbul imtahanının birinci mərhələsində 297,5, ikinci mərhələsində isə 392,5 bal toplayaraq ümumilikdə 690 bala yiyələnib. Təəssüratlarını oxu-aza bölüşən Zamin Kərimov bildirib ki, yüksək nəticə göstərəcəyinə inamı olub. Bu, çox xoş hissdir. Sözlə ifadə edə bilmirəm, nəticəni evdə öyrəndim. O qeyd edib ki, buraxılış imtahanında itirdiyi balların əsas səbəbi diqqətsizlik olub və blok imtahanında bunu kompensasiya edəcəyinə inanıb. Bilirdim ki, düzəldəcəyim, çünki ballarım diqqətsizliyə görə itirmişdim. Hazırlıq prosesində xüsusi metoddan istifadə etmədiyini deyən abituriyent, uğurun əsas sirrini davamlı zəhmət olduğunu vurğulayıb. Elə bir xüsusi metodum olmayıb, sadəcə çox çalışmışam. Yüksək nəticə üçün həm zəhmət, həm sistemli hazırlıq, həm də əzm lazımdır. Zamin Kərimov bildirib ki, hazırlıq müddətində motivasiyasını heç vaxt itirməyib. Heç vaxt alınmayacağını düşünməmişəm. Həmişə nəticə əldə edəcəyimə inanmışam və buna görə də hazırlığımı davam etdirmişəm. O əlavə edib ki, bir çox abituriyentdən fərqli olaraq sosial həyatdan tam uzaqlaşmayıb. Normal həyatımı da davam etdirmişəm, telefondan da çox uzaq qalmamışam. Gələcəkdə maliyyə ixtisası üzrə təhsil almaq istədiyini deyən Zamin Kərimov bu sahəyə marağının olduğunu bildirib. Abituriyent qazandığı uğurda ailəsinin və müəllimlərinin böyük payı olduğunu vurğulayıb. Ən böyük rol məhz onların olub. O qeyd edib ki, 700 bala aparan 10 balı buraxılış imtahanında ana dil fənninin açıq suallarında, blok imtahanında isə riyaziyyatdan itirib. Sonda gələcək abituriyentlərə də tövsiyəsini verib. Çox çalışsınlar və özlərinə inansınlar. Əsas bunlarda qalan hər şey həll olunur.